Herkese salam. Bugün sizinle birlikte adi onluq kəsirlər haqqında danışacağım. Gəlin o zaman başlayaq. Adi onluq kəsirlər nəyə deyilir? Adi kəsirlər A böl B nisbətində, yəni A kiçikdir B-dən olur. B məxrəc, A isə sürət adlanır. A surət adlanır, B isə məxrəc adlanır. Bunun əsas xassəsi nəyə deyilir? Bu kəsri hər hansı bir ədədə vurduqda və ya böldükdə həmin kəsir bir əvvəlki kəsrə bərabər olur. Yəni nə demək istəyirəm? Yazıram burada 6-da, yox 6-da yazmayayım. Yazım ki 2-də 1. Mən bunu çevirmək istəyirəm. Vururam 3-ə, vurdum 3-ə. Elədi 6-da 3. Eləmi? Bu 2-də 1-dir. Bərabər elədim 6-da 3-ə. Deyəcəksiniz ki, bəs hardan bildin? Bu buna bərabərdir. Yazdım. Baxın, 6 ilə 3-ü ixtisar apardım. Yenə bərabər yazdım 2-də 1. 2-də 1, 2-də 1-ə bərabər oldu mu? Deməli, həmin bu kəsir bir-birinə bərabərdir. Gəlin, kəsirlərin toplanması, çıxılması, vurulması, bölünməsi haqqında danışım. Deməli, kəsirlərin vurulması dedikdə nə nəzərdə tutulur? İlk öncə çıxmasını deyim, üstə gəlməsin. Məsələn, 3-də 2. Üstə gəlinsin. 6-da 2 çıxılsın 6-da, üstə gəlsin 6-da 1 bərabərdir. Baxıram, deməli burada edir 6-da, həmişə məxrəcləri toplayıb 12 yaza bilmərik ya. 6-nı gördüm, bir dəfə yazdım 6-nı. Surətləri topladım 2 üstə 1 elədi 3. Deməli, əgər ixtisar varsa, ixtisarımızı aparırıq. İxtisarı da biraz sonra izah edəcəm. Deməli, ixtisar nəyə deyilir? 6 ilə 3 getdi. Elədi. 6 ilə 3 ixtisar apardım. Elədi 2-də 1. İxtisar buna deyilirdi, toplama da buna deyilirdi. Gəlin bunu silək. Gəlin baxaq nəyə. Deməli, çıxılmasını nə edə bilərik? Çıxılmasını 6-da 5 tutaq ki. Çıxdım 6-da 3. Elədimi 6-da 2. Yenə ixtisarımız varsa qalacaq 3-də 1. Gəlin mən sizə nəyi izah eləmək istəyərdim? Məsələn, var ki burada 6-da 2 üstə gəlinsin 12-də 1-ə. Baxırıq. Görürəm ki 6 da fərqlidir, 12 də fərqlidir. Bəli, ortaq məxrəcə gətirmə nəyə deyilir? 6 ilə 12-yə əkab tapıram, eləyir 12. Yazıram 12-dən 6-nı 12-ni daha bir də vurmayacağam. Yazacağım 12-də 1. Orası bəlli. 12-ni neçəyə böldükdə 6 eləyər? 12-ni 6-ya böldükdə 2 eləyir. Ona görə vururam 2-yə. Vururam 2-yə. 4. Bunun da sürətində 1 var. Topladım 1. Elədi. 12-də 5. Bu qədər sadə. Gəlin baxaq çıxılmasında. 6-da 5 çıxılsın 2-də 1. Bərabərdir. 6, 2. 6 ilə 2 ortaq məxrəc gətirdim 6-nın özünü. 6-nın özünü gətirsəm 6-nı yazaram bura. 5-i yazaram bura. Çıxdım. 2-ni vurdum 3-ə. 1 vurdum 3-ə. 2-ni 3-ə vurdum 6 yazdım. 6, 6 yazdım 6. 1-i vurdum 3-ə elədi 3. Çıxdım. 5-də 6, 5-dən də 3-ü çıxdım. Elədi 2. İxtisarımı da apardım. Elədi 3-də 1. Gəlin baxaq vurulmasında necə olur. Məsələn, yazıram 6-da.
Bir dakika yazalım. 6'da yazdım 2. Vurulsun 2'də 3. Mən bunun vurulmasına nə edirəm? Deməli, əgər ixtisar varsa, sürətlə məxrəc ixtisara aparıram. Əgər yoxdursa, surəti surətə vurub surətin yerinə yazıram. Məxrəci məxrəcə vurub məxrəcin yerində yazıram. Amma burada ixtisarımız var deyə daha rahat yolla 6 3 getdi elədik 2 2 getdi elədi 2-də 1. Burada qaldı 1, burada qaldı 1, burada qaldı 1. 2-ni vurdum 1-ə 2, 1-i vurdum 1-ə elədi 1. İndi isə bölünməsinin izahını edəcəm. Burada 13 böl 2, yəni 2-də 13 bölünsün 2-də 26-nı görürük. İlk öncə biz bölməni gördüyümüz yerdə ilk nə etməliyik? İlk öncə 13 böl 2, yəni 2-də 13 birinci kəsir olduğu kimi qalır. Sonra vurma işarəsi qoyulur. İkinci kəsir tərsinə çevrilir. 26-da 2. İxtisarım varsa ixtisarımı aparıram. Çox sadə bir şəkildə ixtisarım varsa ixtisarımı. 13, 26. Qaldı 2. 2, 2. 1, 1, 1. O da elədi. 2-də 1. Bu qədər sadə. Daha sonra isə üçünün bir yerdə toplanmış bir misalını göstərmək istəyirəm. Deməli, burada nə edirik? Bir dakika. Pembe bir. Evet. Deməli nə edirik? İlk öncə 13 böl 2 bölünsün 2 tam 6'da 1. Çıx 2'də 1 mötərizə şəklində vurulsun 4'ə. İndi izah edirəm. İlk öncə biz ibtidai sinifdən də öyrənmişik ki, mötərizənin içi əldə olunur. Əgər mötərizənin içində vurma və ya bölmə varsa, ilk öncə o hesablanır. 13 böl 2, yəni 2'də 13 bölünsün 2 tam 6'da 1. İlk öncə biz bunu sadə bir şəkildə bölmək istəyiriksə, nə edirik? 13 böl 2, yəni 2'də 13 bölünsün. Bunu tərsinə çevirməliyik. Yəni qarşıq olan. Tərsinə dediyimdə, yəni qarşıq olana çevirməliyəm. Nə etməliyəm? Qarşıq olandan daha doğrusu düzgün olmayana çevirməliyəm. Bunun üçün 6'nı vurdum 2'ye. 12. 12'nin üstünə 1 gəldim. Elədi 13. Bərabər eləyirəm. Birinci kəsri olduğu kimi saxladım. Vurulsun yazdım. İkinci kəsiri tam tərsinə çevirdim. 13, 13, 6, 2. Burada qaldı 1'lər. Burada qaldı isə 3. O da bərabərdir. 3'də 1. 3'də 1. Yəni 3'ə bərabərdir. Bu qədər sadə.